Ördəklər və tısbağa. Bir gölün kənarında iki ördək və bir tısbağa yaşayırdı. Onlar uzun müddət qonşu olduqları üçün aralarında möhkəm dostluq yaranmışdı. Günlərin birlikdə keçirir, söhbət edir və çox şən yaşayırdılar. Bir gün onlar sakit və xoşbəxt həyatını pozan bir hadisə ilə rastlaşdılar. Gölün suyu yavaş-yavaş azalmağa başladı. Gün keçdikcə su daha da çəkildi. Bunu görən ördəklər çox narahat oldular. Onlar başa düşdülər ki, tezliklə bu göldə yaşamaq mümkün olmayacaq. Buna görə də başqa bir göl axtarmağa qərar verdilər. Ördəklər tısbağanın yanına gəlib dedilər: "Ey əziz dostumuz, biz səninlə vidalaşmağa gəlmişik. Bu göldə artıq yaşamaq mümkün deyil. Biz başqa bir gölə uçmağa məcburuq." Bunu eşidən tısbağa çox kədərləndi. Onun gözlərindən yaş axdı və dedi: "Ey mənim mehriban dostlarım, siz uça bilərsiniz, amma mən uça bilmirəm. Mən susuz yaşaya bilmərəm. Xahiş edirəm, məni də xilas edin." Tısbağa israrla dedi: "Məni özünüzlə aparın, yalvarıram." Ördəklər biraz düşündülər və dedilər: "Səndən ayrılmaq bizim üçün də çox çətindir. Amma səni aparmaq üçün bir şərtimiz var. Göyə qalxandan sonra insanlar bizi görə bilər və müxtəlif sözlər deyə bilər. O zaman sən gərək ağzını möhkəm yumub heç nə danışmayasan." Tısbağa dedi: "Razıyam. Mən söz verirəm ki, nə olursa olsun ağzımı açmayacağam." Ördəklər bir çubuq tapıb gətirdilər. Tısbağa çubuğun ortasından dişi ilə möhkəm tutdu. Ördəklər isə çubuğun hər iki başından tutub göyə qalxdılar. Onlar gölün üzərindən, ağacların üstündən uçaraq yüksəldilər. Bir müddət sonra insanlar onları gördülər və təəccüblə qışqırmağa başladılar: "Baxın, baxın, ördəklər tısbağa aparır." Hər tərəfdən səslər gəlirdi. Tısbağa əvvəlcə səbr edib susdu, amma biraz keçəndən sonra o özünü saxlaya bilmədi. O da danışmaq istəyirdi. Nəhayət tısbağa dedi: "Bu fikri tapan mən olmuşam." Amma o ağzını açan kimi çubuq dişindən çıxdı və tısbağa böyük bir sürətlə yerə düşdü. Ördəklər bu hadisəyə çox kədərləndilər. Onlar başa düşdülər ki, dostları səbr edib verilən məsləhətə qulaq assaydı, bu bədbəxt hadisə baş verməzdi. Onlar bu əhvalatı hər yerdə danışdılar ki, hamı bundan ibrət götürsün. Beləcə bu hadisə hamıya bir dərs oldu. İnsan bəzən susmağı bacarmalı və dostlarının məsləhətinə qulaq asmalıdır. Çünki düşməndən danışmaq insanı böyük bəlaya sala bilər.